Bakıda dünya düzəninin yenidən düşünülməsi, çağırışların fürsətə çevrilməsi mövzusunda 12-ci Qlobal Bakı forumu işə başlayıb. Prezident İlham Əliyev forumun açılış mərasimində iştirak edib. Bakı, Prezident İlham Əliyevin himayəsi altında 12-ci Qlobal foruma ev sahibliyi edir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən bu dəfəki forumun mövzusu dünya düzəninin yenidən düşünülməsi, çağırışların fürsətə çevrilməsidir. Forumun açılış mərasimində iştirak edən Prezident İlham Əliyev tədbirin əhəmiyyətinə diqqət çəkib. Biz çox fərəhlənirik ki, Qlobal Bakı forumu qlobal gündəlikdəki mühüm məsələlərin həllində aparıcı beynəlxalq platformalardan birinə çevrilib. Dövlət başçısı ötən il Azərbaycanda keçirilən əsas beynəlxalq tədbir COP29-dan danışıb. Qeyd edib ki, COP29-u təşkil etmək qərarı Azərbaycanın öz enerji sərvətlərinə çox məsuliyyətli yanaşmasından irəli gəlir. COP29-un uğurlarından danışan prezident bu qlobal beynəlxalq tədbirin bəzi qərb mediasında kampaniya ilə müşahidə olunduğunu bildirib. Dövrə əsaslarla bəzən gün ərzində ondan artıq məqalə Azərbaycanın bir neft dövləti kimi təsvir edilməsinə yönəlirdi. Yəni deyirdilər, bir ölkə kimi biz qlobal, beynəlxalq tədbirin keçirilməsinə layiq deyilik. Bütün bunlar bir neçə mərkəzdən, əslində ikisindən qaynaqlanırdı. Onlardan biri ABŞ-nin dövlət departamenti idi. Washington Post, New York Times, Politico, Newsweek və Associated Press kimi yalan xəbər mənbələri sadəcə ABŞ dövlət departamentinin təlimatlarını icra edirdilər. İkinci mənbə isə Fransa prezidentinin ofisi, cənab Macron, onların Le Monde, Figaro və digər bu kimi saxta xəbər mətbuatı idi. Bir sözlə, bu COP29-un boykot edilməsinə yönəlmiş qarayaxma və böhtanın əlaqələndirilmiş kampaniyası idi. Prezident qeyd edib ki, bunun müxtəlif səbəbləri ola bilər. Onlardan biri ondan ibarətdir ki, onlar bizə öz iradəsini yeridə bilmədilər. Onlar suverenliyimizin, ərazi bütövlüyümüzün tam bərpasına yönəlmiş siyasətimizi dəyişə bilmədilər. Onlar o faktla razılaşa bilmirdilər ki, burada Qafqazda öz milli maraqlarını güdən ölkə, yəni böyük bosslar qarşısında hər zaman bəli cənab deməyən ölkə var. Əfsuslar olsun ki, Fransa hökuməti hətta COP29-u boykot etmək üçün bir çox ölkələri təhrik edərək daha uzağa getdi. COP29-da iştirak etmiş dünya liderlərindən etibarlı informasiyamız var və onlar bizə bu haqda məlumat verdilər. Hətta gəlməyən rəhbərlər mesaj göndərdilər ki, şəxsən Fransa prezidenti COP29-a qarşı kampaniya aparırdı. Lakin bu cəhdlər nəticəsiz qaldı. COP29-u boykot edən yeganə ölkə Ermənistan olub. Dövlət başçısı Ermənistan-Azərbaycan prosesindən danışır. Azərbaycanın öz tarixi torpaqlarında ədaləti bərpa etdiyini vurğulayır. Mübarizəmiz ədalət, beynəlxalq hüquq və ləyaqətimiz üçün mübarizə idi. BMT-nin Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalan qətnamələrini icra etdik. Əgər torpaqlarımızı güclə azad etməsəydik, onlar növbəti 27 ildə kağız üzərində qalardı. Burada biz mühüm meyara gəlib çıxırıq ki, bəzən sülhə nail olmaq və ədaləti bərpa etmək üçün siz gücdən istifadə etməlisiniz. Bugün biz bunu görürük. Görürük ki, Avropa İttifaqı güclü hərbi potensial qurmaq üçün bugün öz siyasətini necə dəyişməyə çalışır. Görürük ki, digər ölkələr öz resurslarını hərbi potensialına və infrastrukturunun qurulmasına yönəldir. Biz bunu ən azı 20 il etdik. 2005-ci ildən etibarən etdik və ərazilərimizi azad edən separatçılara son qoyan güclü ordu yaratdıq. Bir sözlə, bugün ərazi bütövlüyü və suverenliyin tam bərpası nəinki Azərbaycan xalqının güclü iradəsinin təzahürüdür, o cümlədən beynəlxalq ədaləti nümayiş etdirir. Bugün bəzi Avropa bürokratları Ermənistanı sülh göyərçini kimi təqdim etməyə çalışır. Lakin onlar həmin hökumətin keçmişdə nəyi etdiyini yaddan çıxarır. Biz bunu heç vaxt yaddan çıxarmayacağıq. Prezident bəyan edir, Ermənistana etimad səviyyəsi sıfıra bərabərdir. Biz onların hər hansı sözünə inanmırıq. Çünki onlar elə insan deyirlər ki, biz inana bilək. O cümlədən onların indiki hökuməti. Bir daha bütün bunlar göstərir ki, onların dediyi bizim üçün sıfır məna kəsb edir. Bizə sənədlər, yazılı kağızlar lazımdır. Bizə lazımdır ki, onların konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmasın. Orada Azərbaycana qarşı ərazi iddiaları hələ də qalır. Bizə lazımdır ki, ATƏT-in Minsk qrupu buraxılsın. Ermənistansa bunu istəmir. Onların silahlanması göstərir ki, yeni müharibəyə hazırlaşırlar. Kim onları yenidən müharibəyə sürüklüyür? Fransa və onun prezidenti. Onların Ermənistanı təchiz etdiyi məhvedici silahlar bizə qarşı yönəlir.
Bugün başqa yerdə lazım ola biləcək Sezar haubitsaları Ermənistana göndərilir. Əslində Avropa İttifaqının kəşfiyyat missiyası olan dırnaqarası Avropa Monitoring missiyası gecə-gündüz cəsus kimi sərhədlərimizdə dayanır və baxırlar ki, bəlkə hardansa bir yerdən girə bilsinlər. Bizim də həmin dırnaqarası monitoring missiyası barədə kifayət qədər kəşfiyyat məlumatlarımız var. Avropanın sülh fondu milyonlarla dolları Ermənistanı silahlandırmaq üçün ona verir. Dövlət başçısı vurğulayıb ki, əgər sülh istəyirlərsə, silahlanmaya ehtiyac yoxdur. Dəfələrlə biz bu məsələləri erməni nümayəndələrinin və onların Brüsseldəki yeni ağalarının qarşısında qaldırmışıq. Çünki onlar indi böyük qardaşını dəyişiblər. Bugün bu Brüsseldir. Prezident Trumpın qələbəsinə qədər bu dövlət departamenti USAID-dir. Məhz indi ciddi problemlərlə üzləşən Menendez kimi rüşvətxor Amerika siyasətçiləri idi. Menendez siyahıda hələ sonuncu deyil. Necə deyərlər, bir qaranquşla bahar olmur. Xeyli digərləri var ki, erməni pulunu ciblərinə qoyurlar. Mən onların adını çəkə bilərəm. Adları məlumdur. Cənab Adam Schiff, cənab Frank Pallone və bir çox digərləri var. Onlar 10 illiklər ərzində Azərbaycana hücum çəkmək və onu gözdən salmaq üçün Birləşmiş Ştatlarda erməni diaspor təşkilatlarından pullar alıblar. Beləliklə, biz Prezident Trumpa bataqlığın qurudulmasında uğurlar arzu edirik. Bu asan deyil, lakin edilməlidir. Həmçinin biz USAID-in Azərbaycanda qeyri-qanuni fəaliyyəti ilə bağlı Amerikanın orqanları ilə məlumat mübadiləsinə hazırıq. Prezident qeyd edib ki, rəsmi Bakı Amerikada baş verənlərə çox böyük maraq göstərir. Nəyə görə? Səbəb çox sadədir. Çünki cənab Antony Blinkenin Azərbaycana aid siyasəti əslində 30 il qurduğumuz ABŞ-Azərbaycan münasibətlərini heçə indirdi. Biz hər zaman ABŞ-nin çox etibarlı, yaxın tərəfdaşı olmuşuq. Biz onlara lazım olanda onlarla idik. Biz onlara İraqda lazım olanda qoşunla onlarla idik. Biz onlara Əfqanistanda lazım olanda 2001-ci ildə Əfqanistanda əməliyyatlara qoşulan ilk qeyri-NATO ölkələrindən idik və oradan sonuncu çıxdıq. Lakin biz çıxandan sonra onlar bizə sanksiya tətbiq etdilər. Azərbaycan ümid edir ki, yeni administrasiya ilə Cənubi Qafqaz, sülh, təhlükəsizlik, antiterror əməliyyatları regionumuzun müasir inkişafı üçün hər zaman vacib olmuş güclü tərəfdaşlığımızı yenidən quracağıq. Prezident əmin olduğunu bildirib ki, xüsusən də indi kəskin geosiyasi dəyişikliklərdən sonra keçirilən bu forumda ideya və yanaşmalar irəli sürüləcək.